Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Ağır Cinayətlər Məhkəməsinin qarşısındayıq. Azər Qasımlının növbəti məhkəmə prosesi keçirildi. Şahidlərin biri gəlmədiyi üçün məhkəmə təxirə salındı. Başqa bir vaxta salındı. Azər Qasımovun vəkilini gözləyirik. Xanımın gözləyirik. Azər Qasımlının xanımı gəlir, vəkili gəlir. Salam Rövşənə xanım. Salam. Uğurlar olsun sizə. Təşəkkür edirəm. Azər Qasımlının məhkəmə barəsində nə deyə bilərsiniz? Azər Qasımlının bugün işi üzrə növbəti məhkəmə iclası keçirildi. Vəsatət verilmişdi və məhkəmə tərəfindən həmin vəsatət təmin edilmişdi ki, zərər çəkənin keçmiş həyat yoldaşı şahid qismində gəlib iştirak eləsin və ifadə versin. Belə ki, zərər çəkmiş ifadəsində birinci həyat yoldaşı ilə ailəsinin dağılmasının səbəbkarı kimi Azər Qasımlını göstərmişdi ki, güya ki Azər Qasımlı yəni ki onu təhdid elədiyinə görə həyat yoldaşını, ailəsini, uşağını və buna görə ailə dağılıb və bu məsələ bizim üçün kifayət qədər mübahisəlidir və biz bunun üçün məhkəmədən xahiş elədik, vəsatət verdik ki, həyat yoldaşı gəlib iştirak eləsin və həqiqət nədirsə onunla bağlı məhkəməyə məlumat versin. Həqiqətənmi belə bir hadisə baş verib yoxsa yox? Məhkəmə vəsatət təmin edib, lakin həmin şəxs məhkəməyə şahid qismində ifadə vermək üçün gəlib iştirak eləmir. Ona görə də məcburi gətirilməklə bağlı biz vəsatət verdik, vəsatət təmin edildi. Həmən şahidin həyat yoldaşı Qurbanəli bəy idi. Bəli, bilrinci həyat yoldaşı. Gəlsin xanım. Onunla bağlı bizim heç bir məlumatımız yoxdur. Qurbanəlinin dediyinə görə onların münasibətləri yaxşı deyil və ona görə də yəqin ki gəlmir. Amma çox istərdik ki gəlsin və ədalətin ortaya çıxması üçün, zəfər çalması üçün ən azından yəni köməklik eləsin və ifadə versin şahid kimi. Növbəti məhkəmə prosesi təyin olundu fevral ayının 11-nə saat 10-a. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Sağ olun. Salam. Samira xanım, qısa bir açıqlama verə bilərsiniz? Azər bəy neçə müddətdə həbsdədir? Artıq fevralın 8-də 1 il 2 ay olacaq ki, Azər Qasımlı həbsdədir. Məhkəmə prosesi uzanır. Hələ ki məhkəmə prosesi uzanır. İndi bugün biz əsas şahidi gözləyirdik. O şahid ki, Qurbanəli Yusifov Azər Qasımlını ittiham edir ki, həmin ailəni güya Azər Qasımlı dağıdıb, həmin qadının uşağını Azər Qasımlı oğurlamaq istəyirmiş. Ona görə də əsas hal şahidi ola biləcək adam həmin qadındır ki, o gəlib ifadə versin. Ondan başqa bütün məhkəməyə gələn adamlar hal şahidi deyirlər. Çünki onlar yalnız, məsələn, Qurbanəli Yusifovun valideynləri iştirak edib, xalası oğlu, dayısı oğlu iştirak edib, yox, xalası oğlu və dostu. Onlar Qurbanəli Yusifovun dediklərini çatdırıblar. Qanunvericiliyə görə kim ki məhz özü görməyib, eşitməyib, bu hal şahidi ola bilməz. Hamı gəlib Qurbanəlinin sözünü deyir. Və bu işdə Qurbanəlinin sözündən başqa nə bir sübut var, nə bir fakt var, nə bir dəlil var, nə bir şahid var. Yəni əslində Azərin təqsirsizlik prezumpsiyası pozulmaqdadır. Yəni bu adam yaxud da ki hakimiyyət Azəri bu dəqiqə həbs edib, saxlayıblarsa ki, sən kimsə təhdid etmirsən, onlar bir sübut ortaya qoymalıydılar. Əksinə müdafiə tərəfi sübutlar qoyur ki, belə bir şey olmayıb. Ona görə Azər Qasımlı çoxdan çoxdan azadlığa buraxılmalıydı, amma ki hələ ki həbsdədir. Nə ki qaldı səs yazılarına, bütün bütün 22-23-cü illərdə ki bu adam güya ittiham edir ki, Azər Qasımlı onu təhdid edib, həmin dövrdə olan səs yazıları, materiallar ortaya qoyulub və onların heç birində təhdiddən söhbət getmir.
Uğur olsun. Çox sağ olun. Yəqin ki, azadlığa buraxılar. İnşallah. Çox sağ İnşallah. olun. Sağ olun. Minnətdaram. Dəyərli izləyicilər, növbəti məhkəmə prosesi 16 fevrala qaldı. İzlədiyiniz üçün təşəkkür edirəm. Paylaşın.